Tamam. Birinci Tekken 3 igrasını oynamak için evvel girilir Excel programına. Buradan kurslar düzenli mesela kurs şekilleri padbirler mesela. Bunlar büyük bir noktaları özümüz sünnidir rahatsız edebilir. Mesela bu buradan ok görülür ki gelir, bu qabağa gelir və elədir. Deməli buradan görürük ki ok gedir sol tərəfə. Deməli sol tərəfdəndir və çəkirik tezdən. İndi sağ tərəfdə, yenə başqa sağ tərəfdir. Axşam aşağı. İndi də bu tərəf sol sağ tərəf. Bu gedir, bu da bir fen kimi işlənədilər. Bax, deməli. İki bir knopkanı bir dənə şeye koyuruq ki bizim için asan da olsun, yani bir iki oyuncular güclü oynayır, onlar için oynamakta bizim için asan da olacak. Yani bunun için bunu eləyirik ve düzeltirik. Bunları düzelttikten sonra OK burada görülür ki ona basırız ve X'den çıkarız. Sizden geliyor oyuna ve oyuna başlayalım. Başlıyor oyuna. Böyle. Bizi Optimus moda. Giririk Informer Configuration ona ve başlıyoruz. Knopkaları düzeltmeye. Birinci koyuruq belə, öz üzərinə rahat belə təpiklər. Bunlar da təpiklərdir. Belə. Yuxarıdakılar, bunlar lıp. Ona koymalıyıq ki bizim için rahat olsun. Bu oyuncuda lıkı. Belə. Düzəldəndən sonra burada vibrasyon getiririk ve default. Buradan çıxırıq. Sizden yakıt sözüne basırız ve praktik mod edilir. İstediğimiz klavyaturanı seçerek böyle mesela seçelim. Praktik mod değil. Böyle buraya ok ve başlayalım oyuna. Selamünaleyküm. Böyle. Fenleri öğrenmeyi bu bizim için geçerlidir ve böyle. Burada ancaq fənləri öyrənmək üçün istifadə olunan bir yerdir. İndi isə əsl oyuna keçirik. Arcade mod və giririk. Orada King'i seçirik. Çünki biz bundan qabaq King'in hərəkətlərini öyrəndik. King və Jin gəldi. Baxaq. Ustamız necə oynayacaq? Aferin. Və belə davam edirik. Hələ də King'in canından getməyib. Və amma belə doğru davam. Aha. Bu King'i təkrarladıq. İndi isə biz Hwoarang'ı seçəcəyik. Bu King'in fəndləri idi. İndi isə Hwoarang'ı keçirik və Hwoarang'ı təkrar edirik. Hwoarang and Nina. Nina da çok güçlü oyuncudur.
Onun təbii gücüdür, yəni udmaq olar. Həm də ki, Hvorang Hə, və Hvorang Yosemite ilə mübarizə aparır. Baxaq görək kim udacaq. Bu roundda round 1-dir. Hvorang birinciliyə ələ aldı və round 2. Yosemite irəlidədir və Hvorang yox. Yəni və Hvorang qazandı. Cin. Bəlkə Hvorangdan başqa Eti ilə də oynayaq. İndi isə Eti ilə oynuyoruq. Etinin bütün oynadığı fəndləri görəcəyik. Biz beləliklə zəif oyuncuları gücləndirmək qaydasını göstəririk həm də. Nina çox güclü oyuncudur. Amma Eti də elədir, amma Etinin rəqs edərək döyüşmək qabiliyyəti daha çoxdur. Bu bizim üçün minusdur. Demək olar ki, ikimiz də bir vəziyyətdəsiniz. Heç keyfinizi pozmayın. Utmaq da olar, uduzmaq da olar. İkisi də həyatda olan bir şeydir. Bu çox asan bir fənd idi. Bundan başqa biz çox fəndlər bilirik. Və s. İndi isə final olacaq. Çünki ikisi də eyni vəziyyətdədir. 1-1. İndi isə final rounddur. Və üstünlüyü Nina təşkil edir və ikisi təzədən rounda çıxdılar. Eti, Nina. Yəqin ki, bir şeyini görürsünüz, əyilib vurmamaq üçün. Yenə də üstünlüyü Nina təşkil etdi. Çünki bu oyunu biz harda atmışıq, yəni ki, çətin. Əgər öz olsaydı, Et udacaqdı. Çünki bu çətin oyundur. Və biz qazandıq. Bəlkə biz Paul da oynayaq. Paul'un üstünlük təşkil etməsini göstərərək bunu da Paul da çox böyük təşkil edən oyuncularımızdandır və başlayırıq. Paul və Hvorang. Julia'dan da çox güclüdür. Məsələn, bu bir fəndir. Yəni Hvorang çox güclü deyil, amma onun təpikləri çox güclüdür. Təpikləri güclü olduğundan təpiklərindən istifadə etməyi bacarır və həmişə uda bilir. Paul'da isə bir fənd var ki, kombat fəndi. Kombatı yığaraq düşməninin üstünə vurur və kombatla onu udur. Və biz növbəti oyuncumuz Ganjek'i seçdik və Ganjek'in necə oynadığını sizə göstərəcəyik. Ganjek və Hayo. Ganjek ilə üstünlük təşkil edir. Fənd çox güclü fənddir, lakin o yuxarı qalxdıqda onun düşməni onu ayağından vuraraq yerə salır və bu onun üçün çox
minus bir hərəkətdir. Ona görə etməsə daha yaxşı olar. Və Qancaq birinci yeri aldı və round 2, round 2, ikinci roundda görək nələr olacaq. Hələ ki Xauyu üstünlük təşkil edir. Və Qancaq qalibdir. Və s. Biz bu oyunlarda sizə üstünlüyün necə təşkil olunacağını göstərdik. Siz baxın, oyuncudan asılı olmayaraq hər bir oyuncu gözlüdür.